Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən fiziki tərbiyə müəllimi Faiq Əliyev. Bugünkü videoda sizə sınavımızda düşən kurikulum suallarının qısa izahını verəcəm. Bildiyimiz kimi bu suallardan 50-si ixtisas, 10 isə kurikuluma aiddir. Keçid eləyək 51-ci sualımıza. Deyir ki, düzgün fikirləri müəyyənləşdirin. Təlim zamanı mövzunu şagirdlərə eyni şəkildə təqdim etmək lazımdır. Xeyr, bu fikrimiz yanlışdır. Çünki kurikulum yanaşmasına görə müəllimlər, şagirdlərin fərdi xüsusiyyətləri və onların öyrənmə səviyyələri, öyrənmə tərzləri fərqli olur. Yəni müəllim mövzunu hamıya eyni üsulla yox, müxtəlif metodlarla, müxtəlif yanaşmalarla təqdim etməsi daha məqsədə uyğundur. Keçək ikinci mülahizəyə. Deyir ki, kiçik summativ qiymətləndirmə meyarları əvvəlcədən müəyyənləşdirilir. Bəli, bu fikrimiz doğrudur. Çünki summativ qiymətləndirmə aparılmadan əvvəl qiymətləndirmə meyarları əvvəlcədən müəyyən edilir ki, şagirdin yəni biliyi həmin meyarlara əsasən obyektiv qiymətləndirilsin. Ona görə də ikinci mülahizəmiz doğrudur. İkini götürürük. Keçək üçüncü mülahizəyə. Təlim fəaliyyətini müəyyənləşdirən zaman dərsin təlim məqsədi və qiymətləndirmə meyarı nəzərə alınır. Bəli, bu fikrimiz də doğrudur. Müəllim yəni dərsini planlaşdırarkən təlim məqsədini və qiymətləndirmə meyarlarını nəzərə alaraq fəaliyyətləri ona uyğun olaraq seçir. Ona görə də 2 də 3 də düzdür. Dördüncü fikrə baxırıq. Məntiqi təfəkkürlə özünü qiymətləndirmə arasında sıx bağlılıq var. Xeyr müəllim, bu da düzgün fikir deyil. Çünki özünü qiymətləndirmə daha çox şagird öz fəaliyyətini qiymətləndirməsindən bağlıdır. Bu da tənqidi təfəkkürlə sıx bağlılığı var. Məntiqi təfəkkürlə deyil. Ona görə də burada düzgün cavabımız olacaq 2 və 3. Keçid edirik 52-ci suala. Müəllim yeni dərsi dediyi sinifdə şagirdlərə tapşırır ki, mövzunu öyrənib müzakirə etsinlər. Onlara mövzunu araşdırarkən açıq tipli suallardan, vizual təsvirlərdən, qrafiklərdən istifadə etmək imkanı verir. Müəllim şagirdlərə seçim azadlığı tanıyır. Yəni, buradan o nəticəyə gəlirik ki, müəllim sinifdə şagird yönümlü və diferensial təlim yanaşmasını tətbiq edir. Situasiyaya əsasən hansı fikir doğrudur? Baxaq variantlara. A variantı da deyir ki, müəllim yalnız vizual materiallardan istifadə etməklə dərsi stimullaşdırır və inklüzivliyi təmin edir. Bu yanlışdır müəllimlər. Çünki situasiyada yalnız vizual deyil, açıq suallar, qrafiklərdən də istifadə olunduğunu görürük. Keçək B variantına. Müəllim fəaliyyətin stimullaşdırması prinsipini reallaşdıraraq bütün şagirdlərə eyni tapşırığı təqdim edir. Bu cavabımız da yanlışdır. Çünki situasiyada şagirdlərə seçim azadlığı verildiyini açıq-aşkar şəkildə görürük. Keçək C variantına. Müəllim təlimin strukturlaşdırılması üçün vahid strategiya seçir, lakin şagirdlərə metod baxımından seçim azadlığı təqdim etmir. Bu da yanlışdır müəllim. Çünki mətndə görürük ki, seçim azadlığı var. Müəllim şagirdlərə seçim azadlığı verir. Keçək D variantına. Müəllim şagirdlərə seçim imkanı verməklə intellektini və öyrənmə tərzini müəyyənləşdirir. Diferensiallığı təmin edir. Bəli, doğru, düzgün fikrimiz D variantıdır burada. Y variantına da baxaq. Müəllim mövzunu, deməli burada deyir ki, müəllim mövzunun seçimini tamamilə özü müəyyən edir. Şagirdlərin qərar verməsinə şərait yaratmır. Bu da yanlışdır müəllimlər. Biz dediyimiz kimi situasiyada görürük ki, şagirdlərə seçim imkanı verir. Müəllim şərait yaradır ki, seçim azadlığı tanıyır. Yəni situasiyanın özündə belə vurğulayır ki, müəllim şagirdlərə seçim azadlığı tanıyır. Ona görə də düzgün cavabımız olacaq burada D variantı. 53-cü suala baxırıq. Müəllim sinifdə yalnız yüksək nəticə göstərən şagirdləri önə çəkir. Daim onları motivasiya edir. Zəif nəticə göstərən şagirdlər isə fəaliyyətinə maraq göstərmir. Onları dərsdən kənarda saxlayır və heç bir şəkildə inkişaf etdirməyə çalışmır. Bu münasibət nəticəsində zəif şagirdlərdə özgüvən azalır, təlim prosesindən uzaqlaşma baş verir. Verilmiş situasiya ilə bağlı hansı fikirlər doğrudur? Birinci fikrə baxırıq müəllimlər. Deməli deyir ki, müəllim şagirdlər arasında ayrı seçkilik edərək bərabər imkanları pozubdur. Düzdür müəllim. Çünki müəllim yalnız yaxşı oxuyanlara diqqət edir. Ona görə də biri biz doğru mülahizə olaraq götürə bilərik. Doğru fikir olaraq götürə bilərik. İkinci fikrə baxırıq. Müəllim etik davranış prinsiplərinə uyğun fəaliyyət göstərib. Xeyr müəllimlər. Yəni çünki müəllim burada şagirdlərə bərabər yanaşmalıdır və onu da tətbiq eləmir. Ona görə də 2-ni götürmürük. Hələ ki birinci mülahizəmiz doğrudur. 3-ü oxuyuruq.
Müəllim bütün şagirdləri motivasiya edərək təhsildə nailiyyətə dəstək olub. Xeyr, situasiyada əksinə zəif şagirdlərə dəstək verilmədiyini görürük. Ona görə də 3 də doğru deyil. Dördüncü fikrə baxırıq. Müəllim dəstəkləyici və təhlükəsiz öyrənmə mühiti yaratmayıb. Doğrudur. Çünki bəzi şagirdlər kənarda saxlanılır və onların özünə inamı azalır. 1-4 doğrudur. Baxırıq 5-ci fikrimizə. Müəllim formativ qiymətləndirməni effektiv tətbiq edərək inkişafı təşviq edib. Xeyr, müəllimlər. Çünki formativ qiymətləndirmə bütün şagirdlərin inkişafına kömək etməlidir. Amma müəllim buna əksini etdiyini görürük biz situasiyada. Ona görə də bizim burada düzgün cavabımız, düzgün mülahizələrimiz olacaq 1 və 4. C variantı. 54-cü suala baxırıq müəllimlər. Layihə işi zamanı bir şagird qrupla işləmək istəmədiyini, fərdi şəkildə işləməyə üstünlük verdiyini bildirir. Müəllim bu istəklə qarşılaşdıqda müvafiq pedaqoji yanaşmanı tətbiq edir. Bu halda müəllimin atdığı hansı addım daha doğrudur? A variantına baxırıq. Şagirdin istəyini nəzərə alaraq layihə tapşırığını fərdi şəkildə yerinə yetirməsinə icazə verir. Bu asan yoldur, amma səhvdir müəllimlər. Çünki yəni şagird sabah işə düzələndə deyəcək ki, mən tək işləyirəm. Yəni kollektivdən qaçacaq. Yəni biz burada şagirdi gələcəyə hazırlamış olmuruq. Ona görə də A variantımız doğru deyil. Keçək B variantına. Şagirdə komanda işinin faydalarını və gələcəkdəki karyerasına təsirini vurğulamaq lazımdır. Düzdür müəllimlər. Yəni şagirdə deyirik ki, yəni məsəl üçün bax sənin gələcəkdə böyük uğurlar qazanmağın üçün, yəni indidən qrupla işləməyi öyrənməlisən. Yəni biz onu məcbur etmirik, ona yol göstəririk, vurğulayırıq. Yəni sosiallaşmalıdır. Yəni mən bir şagird həmişə fərdi işləyir. Biz elə onun fərdidir deyə hər dəfə ona fərdi iş verməyimiz məqsədə uyğun deyil. Müəllim, bizim 21-ci əsr bacarıqlarımızdan ən vacib bacarıqlardan biri də ünsiyyət bacarığıdır. Yəni bunu şagirdə formalaşdırmalıyıq biz. Ona görə də düzgün cavabımız olacaq B variantı. Baxaq digər variantlara da. C variantında deyirsə, şagirdin qərarını qəbul etmək, onu mütləq şəkildə qrupa daxil etmək və uyğunlaşmaya məcbur etmək. Yəni bu şagirdi küstürürük də özümüzdə müəllim. Yəni belə deyək ki, zorla gözəllik olmaz. Yəni şagird qrupda oturursa da, yəni heç nə öyrənməyəcək. Sadəcə vaxt itirəcək. Yəni biz nəyəsə məcbur edirik ki, yəni sən burada oturmalısan, bunu məcbur edirik şagirdi. O orada otursa belə, yəni deyək ki, danışmasa belə, sizin dediyinizi əməl eləsə, yəni heç nə öyrənməyəcək. Yəni onu artıq psixoloji olaraq zehni, beyni orada deyil. Buna görə də C variantı səhvdir. D-yə baxırıq. Şagirdə layihə işini ləğv etməyi təklif etmək və alternativ tapşırıq vermək. Xeyr, müəllimlər, bu da düzgün deyil. E variantında deyir ki, fərdi işləmək istəyən şagirdə əlavə resurs təqdim edir və digərlərindən ayırır. Bu da gördüyümüz kimi doğru yanaşma deyil. Burada düzgün cavabımız olacaq B variantı. Keçid edirik 55-ci suala. Müəllim dərs zamanı yalnız öz fikirlərini əsas tutur, şagirdlərin fikirlərini dinləmir və müzakirə etməyə imkan vermir. Həmçinin o şagirdlərə sərbəst düşünmək üçün tapşırıqlar vermir və onların təfəkkürünü inkişaf etdirməyə çalışmır. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Baxırıq birinci mülahizəyə. Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Birinci bəndimiz, birinci mülahizəmiz birmənalı şəkildə doğrudur müəllimlər. Çünki yəni burada şagird yönümlülük prinsipi pozulub. Yəni şagirdlərin maraqları nəzərə alınmayıb və orada vicdanlıq prinsipi də pozulur, inkişaf yönümlülük prinsipi də pozulur və s. bir çox prinsiplərin pozulduğunu görürük. Bir düzdür. 2-yə baxırıq. Müəllim mədəni davranış etik prinsipinə əməl etmədiyini görülür. Qısa olaraq mədəni davranış etik prinsipi haqqında danışaq. Müəllimlər, mədəni davranış deyəndə müəllim tənqidi fikirləri qəbul etməli və ondan nəticə çıxartmalıdır. Və öz geyiminə, məktəbə uyğun olaraq geyiminə, məsəl üçün də belə deyək ki, hərəkətlərinə o formada fikir verməlidir. Geyim tərzidir, davranışlardır və s. Yəni burada əsas 2 meyar götürülür. Bir geyim, bir də tənqidi fikirləri qəbul etmək. Yəni bizə gəlib direktor nəyisə deyir ki, bu səhvdir, bu belədir. Biz onu tənqidi olaraq qəbul edirik və öz fəaliyyətimizdə düzəlişlər aparırıq. Ona görə də biz burada situasiyanı oxuyanda mədəni davranış prinsipinə bağlı bir şey görmürük. Çünki burada şagirdlərin fikrini dinləmir, onları müzakirə etməyə imkan vermir və s. Mədəni davranışla heç bir əlaqəsi yoxdur bu situasiyanın. Hələ düzgün cavabımız 1-dir. Keçək 3-cü mülahizəyə.
Müəllim vicdanlı davranış etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Düzdür müəllimlər. Yəni çünki müəllim vicdanı, yəni ona yol verməməlidir ki, o şagirdin inkişafına mane olsun. Yəni öz işini yarımçıq qoyur. Görürsüz ki, yəni öz işini yarımçıq qoymaq, keyfiyyətsiz görmək vicdanlıq prinsipinin pozulması deməkdir. Ona görə düzgün cavabımız olur 1 və 3. Keçək 4-cü mülahizəyə. Müəllim keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə etmir. Müəllimlər, burada keyfiyyətli təhsil vermək müəllimin hüququ deyil, müəllimin vəzifəsidir. Yəni müəllim desəydi ki, müəllim keyfiyyətli təhsil vermək vəzifəsindən, yəni düzgün istifadə etmir, yaxud da vəzifəsini düzgün icra etmir, onda düz olardı. Amma hüququndan deyir. Keyfiyyətli təhsil vermək müəllimin hüququ deyil axı, vəzifəsidir. Düzgün cavabımız olacaq 1 və 3, Y variantı. Baxaq 56-cı suala. Aşağıdakılardan hansı qiymətləndirməyə aid deyil? A variantı. Formativ qiymətləndirmə zamanı müəllim şagirdin inkişaf səviyyəsini müəyyən edə bilər. Düzdür. Yəni formativ qiymətləndirmə müəllimin uşağın hansı səviyyədə olduğunu göstərir. Yəni ona görə də A variantı düzdür. B variantına baxırıq. Deyir ki, rəylə müşahidə olunan qiymətləndirmə şagirdin özünü inkişaf etdirməsinə dəstək verir. Bu da düzdür. Yəni uşağın özünü inkişaf etdirmək üçün ən böyük dəstəkdir. Yəni rəy. Ona görə də B variantı da doğrudur. C variantına baxırıq. Qiymətləndirmə müəllimə dərs zamanı şagirdlərin öyrənmə tempinə uyğun diferensial yanaşmanı planlaşdırmaq imkanı yaradır. Düzdür müəllimlər. Yəni qiymətləndirmə sayəsində müəllim görəcək ki, kim tez öyrənir, kim gec öyrənir, kim hansı formada öyrənir. Yəni buna uyğun olaraq öz fəaliyyətini, yəni diferensial şəkildə planlaşdıracaq. C variantı da doğrudur. D variantına baxırıq. Qiymətləndirmə şagirdin təlim nəticələrinə əsasən aparılır və müəllimə tədris prosesini tənzimləmək imkanı verir. D variantımız da doğrudur. Qiymətləndirmə yəni uşağın hədəfə nə qədər çatdığını göstərir və yəni müəllim də buna baxıb öz dərsini ona uyğun tənzimləyir müəllimlər. Buna görə də bizim burada Y variantı düz olacaq. Bütün variantlar doğrudur. Baxırıq 57-ci suala. Şagird intellektual oyunda israrla iştirak etmək istədiyini müəllimə bildirir. Lakin sualların çətinliyini və öz hazırlıq səviyyəsini analiz etdikdən sonra onun əvəzinə digər sinif yoldaşlarının iştirak etməsini daha uyğun olduğunu düşünür və bunu müəllimə təklif edir. Bu situasiyada şagird hansı xüsusiyyətlərə sahib olduğunu göstərir. A variantı. Şagirdin analitik düşünmə və özünü tanıma bacarığı yüksəkdir. Düzdür müəllimlər. Düzgün cavabımız olacaq A variantı. Yəni əsl dost, əsl lider, yəni analitik düşünən insan komandanın, yəni öz mənafeyini yox, komandanın mənafeyini, sinif yoldaşları mənafeyini fikirləşir ki, sinifin ümumi şəkildə. Yəni burada öz hisslərini şagird kənara qoyub reallığı analiz edir ki, yəni mən bacarmayacağam da, yəni mənə uyğun deyil. Qoy getsin digər sinif yoldaşlarım burada nəticə göstərsin, özlərini yoxlasınlar. A variantı doğrudur. Digər variantlarda isə görürsünüz ki, yəni oxuduqda özünüz də görürsünüz ki, məsəl üçün B variantında təşəbbüs göstərməkdə çətinlik çəkir, analitik düşünmə bacarığı zəifdir, D variantına özünə inanma aşağıdır. Yəni variantlara baxdıqda belə biz görürük ki, hamısı inkar edir. Bir dənə A variantı tam şəkildə doğru deyil. Ona görə düzgün cavabımız olacaq. Baxırıq 58-ci suala. Tənqidi təfəkkürlə bağlı doğru fikirləri müəyyən edin. Tənqidi təfəkkürə malik şəxslər məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayırmaqda çətinlik çəkirlər. Xeyr müəllimlər, tam əksinə. Tənqidi təfəkkürə malik şəxslər da əsaslı və əsassız fikirləri bir-birindən ayırmağı daha yaxşı bacarırlar. Birinci mülahizəmiz düzdür. 2-yə baxırıq. Bu təfəkkürə malik şəxslər əsaslandırma zamanı uyğunsuzluqları və yanlış anlaşılmaları aşkar edə bilir. Düzdür müəllimlər. Yəni tənqidi düşüncəli bir insan bir məlumatı oxuyanda və yaxud eşidəndə oradakı ziddiyyətləri, səhvləri, yəni dərhal tuta bilir. Yəni tənqidi təfəkkürə sahib olan insanlar. 2 doğru olaraq götürürük. 3-ə baxırıq. Tənqidi təfəkkürə malik şəxslər problem həll edərkən hansı yolun daha səmərəli olduğunu təsbit edə bilirlər. Bəli müəllimlər. Yəni qarşısına qoyur bir neçə problemin həll yolunu və onun içərisindən ən səmərəlisini seçirlər. Tənqid təfəkkürə malik olan şəxslər. 2-3 doğrudur. Baxırıq 4-cü mülahizəyə. Bu təfəkkür problemin həlli üçün fərqli ideyaların törəlməsinə xidmət edir. Bu səhvdir müəllimlər. Bu yaradıcı təfəkkürün xüsusiyyətidir. Tənqid təfəkkürün deyil. Keçək 5-ci mülahizəyə.
Tənqidi düşünən insan kifayət qədər sübutu olmadıqda mühakiməsini kənara qoyur. Düzdür müəllimlər. Yəni deyək ki, biz voleyboldan hansısa bir nüansı məsəl üçün yaxşı bilmirik ki, burada istisna məsəl üçün əvəz etməyə limit var yoxsa yoxdur. Yəni o bizdə tənqid təfəkkürü olan insanda əgər bu sual altında qalırsa, yəni demir ki, səhv də bilsə, yəni üstünə durmur ki, yox, bura limit qoyulubdur, bir dəfə istifadə edə bilər. Bax, tənqid təfəkkürü olmayan insan, yəni biliyini göstərmək məqsədilə deyir ki, yox, belədir. Amma tənqid təfəkkürü olan insan deyir ki, mən onu tam dəqiq bilmirəm, yadımdan çıxıb. Onu tam dəqiq bilim, ondan sonra mən yəni fikrimi, həmin nüansda çıxışımı irəli sürüm, öz fikrimi onda irəliyə sürüm. Ona görə də tənqidi düşünən insan kifayət qədər sübutu olmadıqda mühakiməsini dayandırır. Düzgün cavabımız müəllimlər burada olacaq deməli 2, 3, 5 A variantı. Keçid edək 59-cu sualın izahına. Suala keçməmişdən öncə xatırlayaq ki, induktiv düşünmə və deduktiv düşünmə var. Bunlar məntiqi təfəkkürün içərisində yer alır. Deduktiv deyəndə müəllimlər ümumi qaydadan xüsusi nümunələrə gəlirik. İnduktiv deyəndə isə xüsusi nümunələrdən ümumi bir qaydaya gəlirik. Yəni xüsusidən ümumiyə gəlmək induktiv düşünmə, ümumi anlayışdan xüsusiyə gəlmək isə deduktiv düşünmə adlanır. Baxaq suala. Birinci hökmdə deyir ki, voleybol, handbol, idman oyunlarında olan texniki elementlər çevişik hərəkət qabiliyyətini inkişaf etdirir. İkinci hökmdə isə deyir ki, idman oyunlarına aid olan texniki elementlər hərəkət qabiliyyətlərinin inkişafında rolu var. Yəni burada əvvəlcə konkret nümunələrdən danışılır, yəni voleyboldan, handboldan, sonra isə ümumi nəticəyə gəlirik. Bütün idman oyunları, yəni bütün idman oyunlarının texniki elementləri hərəkət qabiliyyətlərinin inkişafında rolu var, inkişaf etdirir. Gördüyünüz kimi birinci xüsusi vurğuladıq, yəni voleybol, handbol və s. bir-bir. Sonra ümumi qaydaya gələrək biz burada mülahizədə çıxış elədik. Düzgün cavabımız burada xüsusidən ümumiyə getdiyinə görə induksiya olacaq. D variantı. 60-cı suala baxırıq. Amid müəllim sosial şəbəkələrdə Faiq müəllimin sual-cavab prosesini keyfiyyətsiz təşkil etdiyini bildirərək əsassız məlumatlar yayır. Variantlara bir-bir baxaq müəllimlər. A variantı fiziki bullying. Fiziki bullying deyəndə müəllim, burada vurmaq, itələmək, ya əşyasını zorla almaq və s. bu cür nüanslar varsa söhbət fiziki bullyingdən gedir. Biz də burada, yəni sadəcə internetdə məlumat yayılır. Burada fiziki bullyingdən söhbət getmir. A variantını doğru olaraq götürmürük. B variantına baxırıq. Kiberbullying. Kiberbullying də müəllim internet və yaxud da sosial şəbəkələrdə edilən bullyinglərdir. Yəni burada sosial şəbəkələrdə təhqir etmək, yalan məlumat yaymaq və yaxud da sinif yoldaşının görüntüsünü məsəl üçün hansısa sosial şəbəkədə paylaşaraq onu gözdən salmağa çalışır və s. Sosial şəbəkələrdə, yəni internetdə olan bu cür hadisələr kiberbullying adlanır. Biz də situasiyada gördüyümüz kimi, yəni sosial şəbəkələrdə Amid müəllim, Faiq müəllimin sual-cavab prosesini keyfiyyətsiz təşkil etdiyini bildirib, əsassız məlumatlar yayır. Söhbət burada da gedəcək kiberbullyingdən. Düzgün cavabımız olacaq B variantı. Qısa olaraq digər variantların da izahını verək. Məsəl üçün sosial bullying. Sosial bullying deyəndə müəllimlər insanın yəni cəmiyyətdə qrupdan kənarlaşdırırıq sinifdə. Məsəl üçün dostları ilə arasını vurmaq, ya qəsdən onu tək qoyuruq, onu öz aramıza almırıq və s. Bu olacaq sosial bullying. Qeyri-verbal bullying isə söz işlətmirik burada. Yəni mimika ilə, jestlərlə bu formada biz şeylər ediriksə, burada söhbət gedəcək qeyri-verbaldan. Verbal bullyingdə isə müəllimlər sözlə, yəni burada artıq sözlə, danışıqla edilən bullyingdir. Burada artıq təhqir etmək, lağ etmək, alçaldıcı sözlər demək və s. Yəni adından da göründüyü kimi. 60-cı sualda düzgün cavabımız olacaq B variantı. Diqqətinizə görə təşəkkür edirəm müəllimlər. Ümid edirəm ki, yəni təqdim etdiyim testlər, suallar sizin üçün faydalı oldu. Görüşənədək.